Salam. Dünən 18.05.2026-da video çəkdim. Zamanla başladım. Dövlətin sənədləri ilə gedən prosesləri göstərdim. Hansı ki, zamanın iştirakı ilə keçən proses. Yəni, necə bir saxtakarlıq elədi mənə qarşı, bunu mən sənədlə göstərdim. İndi digər sənədlərlə gedən saxtakarlıqları göstərmək istəyirəm, sənədlərlə. Ona keçərəm. Zaman 38 gün falan olar ki, qızın, yəni ailəm sənin evindədir. Bu arada, bu 35 gün ərzində, yəni bu 35-38 gün daxil, neçə günsə, və sənin evə gəlmək səbəbləri də daxil, hamısı öz yerini tapar. Bu arada, yəqin ki, məni tanıyanlar bilir artıq ki, bu bir ailə məsələsi deyil. Həmçinin sizi tanıyanlar da. Zaman. Aprelin 14-ü gəlib sənin evə. Və aprelin 14-dən də mayın 5-nə qədər nələr baş veribsə, onlar da öz yerini tapar. Ayın 6-sında mənə heç bir məlumat vermirsiniz deyə mən məcbur qaldım, video çəkdim ki, qərar verin. Ayın 8-i getmişsiniz mediasiyaya, gizli-gizli. Mənə də bu haqda heç bir məlumat verilmir, ərizə yazırsınız. Ərizənin üzərində də mənim nömrəmi səhv qeyd edirsiniz. Ki, mən o prosesdə, o iclasda iştirak eləməyim və siz məhkəməni bir tərəfli aparasınız. Bu arada atanın dediyi 100.000 manat məhkəmə mövzusu, orada inşallah təqdim olunur. Və ondan sonra da gedən bütün proseslər digər videoda var. Yəni, məhkəməni bir tərəfli aparıb, saxta əlinizdə olan sübutlar ki var, onları da danışarıq bu videoda. Onlara orada təqdim edib, bütün hansı mövzuları bunlarla ört-bastır eləyəcəyinizə deyərəm ayrıca. Qarışdırmaq istəmirəm. Yəni, zaman sən bu qədər çox boşanmağımızı istəyirsənsə, atasan da sən, nə bilim, belə də, yəni, bu faktdır da, yəni. Və ətrafdan nə danışdığınızı siz bilirsiniz də, bu qədər əlinizdə buna güclü səbəblər varsa, bütün bunları niyə gizli-gizli aparırsan? Onsuz da mən buna razılıq vermişəm də. Düzdür, indi ailəmin zəif yerimdir də, yəni. Ailəmin dağılmağını istəməsəm də, amma mən əski parçası deyiləm ki. Hansı müəyyən sözlər olanda, deyirəm ki, yox. Yəni, sən bu işləri gizli-gizli edirsən. Bax, görürsən, mən açıq şəkildə elədim, özüm ərizə yazdım. İndi o sənədlərlə bağlı hansı saxtakarlıqları başqa eləmişsiniz, onları da göstərərəm. Hansı ki, etibarnamə ilə, bu tip şeylərlə saxtakarlıqlar eləmişsiniz mənim adımla. Yəni, bir şəkildə mənə necə bir problemlərə sürükləmək istəmişsinizsə, hamısını faktlarla göstərərəm. Sadəcə, yəni, zaman mənə çox maraqlıdır ki, yəni, sənə arxadan nə vəd ediblər ki, sən bu qədər, onlar kimi, yəni, onlar qədər də olmasan, yəni, 60% deyək, onlarla əlbir oldun. Yəni, onlar məlum məsələdir ki, öz etdikləri səhvləri mənim üzərində ört-bastır edilməyə çalışırlar. Bu məlum məsələdir. Amma sən, yəni, mənim ailəmi, onlar kimi, mənə qarşı necə silah kimi istifadə edirsən sən, mənə o maraqlıdır. Əgər deyirsənsə ki, bu arada, mən zaman sənlə 2023-ün axırından bu yana heç vaxt görüşməmişəm. Bir dəfə görüşdüyüm 14 may, indi 26, mediasiyada oldu. Gördüm səni. Orada da heç salamlaşmadıq da, ümumiyyətlə, özün bilirsən. Heç bir diyalog olmadı sizlə. Mən də cəhd eləmədim, sən də cəhd eləmədin. O ayrı mövzudur. Yəni, demək istəyirəm ki, 3 ildir də, yəni, səni görmürəm mən. Yəni, oturub danışmamışıq bunları. Yəni, sən bu səbuhi mövzusunda əgər, hansı ki, orada da özün səhvsən,
Məsəl üçün bu son 3 ayda, 2 ay yarımda, 3 ayda bilirsən də yəqin ki, bilməmiş olmarsan. Mən ataya da sizə də nə dedim? Ataya bunu dedim də. Dedim ki, ata, sən bu qədər evi çox satmaq, mülkü falan, obyektləri, bu şeyləri bu qədər çox satmaq istəyirdinsə, niyə mənə 2021-dən 2023-ə qədər səbuyə mane ol, o evimizi satdırır, nə bilim, qaqaşla birləşib, bizim nə bilim məhkəməyə verəcək, nə bilim, neynəcək, bunlar faktı nə olsun, inkar edir. Onlara dedim, yəni bu qədər çox satmaq istəyirdinsə, niyə mənə deyirdin ki, mane ol? Sonra ataya dediyim şey, mən gah satışa mane olan tərəfə çəkirsən, sonra satdıran tərəfə çəkirsən, sonra mənimsəyən tərəfə çəkirsən. Sizə də eyni söz demişəm. Demişəm ki, bunlar deyib. Bəs siz niyə onun haqqında ailə olaraq məni doldurdunuz ona qarşı? Deməliyəm də belə də ki, niyə dediniz mənə, o səhv məlumatları niyə verirdiniz mənə? O insan ailəsi haqqında. Qaldı ki, ev satmaq mövzusuna, onsuz da məlum məsələdir ki, mənim atam 20 ildir deyir ki, ev satıram, oranı satıram, buranı satıram. Həyatımızı pis günə qoyub. Onun nəyisə satmağına mənim heç vaxt ehtiyacım olmayıb. Bu faktdır. Hamınız bilirsiniz ki, 2011-ci ildən 2024-cü ilə qədər, elə günü bugünə qədər, 24-ə qədər 2024-ə qədər mən oturmuşam, iş görmüşəm, ancaq pul qazanmışam evə. Mənim atam mənim kassamda oturub bu illər ərzində. Mən ondan bir 10 manat alanda deyirdim ki, ata, bir dənə ver də, mən yəni o cür olmuşam da, yəni elə fikirləşmişəm çünki. Yəni mövzu o deyil, yəni satmaq, ehtiyac mövzusuna görə deyirəm. Yəni cəmaət başa düşmür ki, nə üçün o Facebookdan zaten mənim işlə bağlı şəkillərimi silirdi, yəni biznesimin izi görünməsin. Bir dənə damğa vurulmur, deyil mi? 2008-dən 2021-ci ilə qədər gözlə göstərirəm sənədi. Hamısı vardı, onsuz da sənədlər. Fakt. Etibarnamə hamısı oradadır. Qoy onları da göstərim. Göstərdim, etibarnamə 2016-da, 2018-də torpaq deyildi, 2016. Orada da 2016-dan 2021-ə ona qədər olanlar başqa olub. Amma bu da faktlar. Son bu 2-3 ayda lap deyək ki, zaman mən səbuhi mövzusunu açdım. Lap deyək ki, səhv edib açmışam. İndi sən o cür fikirləşirsənsə. Yəni sən onun səbəblərini qırağa qoyursansa, sadəcə demək istəyirsən ki, yox, bu sizin öz ailə məsələniz idi, məni nə qarışdırdınız? Elə olsaydı səni nə qarışdırırdım ki mən? Faktı ki, sən özün də mənə 2023-də sənin bütün ailəniz mənə o sözü demişsiniz də. Yəni bütün ailəniz deyəndə mən kiminsə evinizdə gələn o adamla danışmıram. Sən, yoldaşın, oğlun, mənim evimdəki qızın. Demişsiniz, mən də demişəm ki, niyə belə elədiniz? Və bütün bunları niyə vaxtında düzəltmədiniz? Problemin üstünə niyə problemlər gətirdiniz? Örtbasdır eləmək üçün. Bu tərəfdən ata tərəfin mənə eləyir, o tərəfdən siz. Özdə mənim ailəmi silah eləmişsiniz əlinizdə. İndi bir şey yadıma düşdü, qoyun da deyim. Biz Midada olanda gəlmişdilər sizə, orada da eyni mövzuydu, Mustafanın ayağı bizim evə dəyməsin. Bu, bir ay neçə gün ərzində də eyni sözlər gəldi mənə çatdı. Mustafanın ayağı bizə dəyməsin. Bu, ola bilər ki, yəni siz o vaxtda da deyən, neçə aydı, Midada olan vaxtda da tarixi özünüz fikirləşin. O vaxtda eyni söz deyirdiniz, indi də bu söz deyirdiniz. Bu, indi zaman axırıncı mediasiyaya görə deyildi. Yəni bu sözləri ötürmüşdünüz ki, yəni mən mediasiyaya, yəni ki, getməyim də, yəni təhvil verməyim uşaqları anasına. Məhkəmə də bir tərəfli getsin. Elə o vaxtdan eyni planla gedirdiniz, siz? Bildim, indi bildim mən. Başa düşdüm. Onu deyirdim. Səbuhi mövzusu sənə bu qədər çox pis təsir elədisə,
elirdisə. Faktı ki, mənim sənin öz ailəmlə də bütün mövzularım, mübahisələrim bu mövzular üstə olub. Tək bu mövzular üstə yox. O fakt var ha orada. O birisi saxtakarlıq. O orada var orada. Ha bilmirsən ha, nə üstə olub mübahisələrimiz, ha bilmirsən. Mübahisələrin bu üstə olub. Nə Əliyev Məmməd Rəsulu, nə Məmmədov Nurzamanı bu mövzularda müdafiə eləməklə. Eyni o göstərəcəyim saxta bank yaratdığınız bank mövzularındakı kimi. Ora gələrik. Açıq aşkar deyirdim də. Deyirdim siz torba tikan deyilsizsə, 2 dənə körpə uşağımı siz alət eləmirsinizsə, ikiniz də gəlin oturun, biz gələk, ya siz gəlin, oturun, deyin ki, bu mövzularda bizim mövzularımızla bağlı, problemli mövzularımızla bağlı sən bizi müdafiə eləmə Mənsurun yanında. Niyə demədi? Silahınız əlinizdən çıxacaq. Bütün bunlar plan üzrə getmir. Başa düşdüm. Elə belə yaranıb da bütün bu mövzular. Bu söhbətlərdir. Əliyev Məmməd Rəsul, nə deyirdin mənə? Neçə illərdir və bu son aylarda nə deyirdin mənə? Sən ailən dağılmasını istəyirsənsə, ya reabilitasiyaya getməlisən, ya nə bilim, Maşdağaya getməlisən, ya səni mən bir şəkildə, sən məni tanımırsan, səni mən içəri atdıraram, ya şeylə, tövbə ilə namaz qıl, mənim tövbəm sizə qarşı olmalıdır. Bütün bu sözləri danışa-danışa həmişə nə deyirdin mənə? Mən bu dəqiqə istəsəm, qardaşımdan 100.000 alaram. Yəni, bu sözlərin yanında nədir o? Mən demirəm, sən mənə demirsən ki, mən bunu dedim, bunu elədim. Yox, bu sözlərin yanında o söz nə deməkdir? Alaram şeydir, sənin üçün, nə bilim, iş quraram demək istəyirdin. İndi bir dənə şey yadıma düşdü, Səboy demişkən. Səboy deyirəm, çünki orada qardaşım var axı. Qardaş. Amma həmişə deyirdi sizinkilər zaman. Zaman da yemirdi, içmirdi, hamısını qardaşlarına verirdi. Hələ sən özün də deyirdin də onu. Sonra mənə deyirdi, sən ziyana salan sənin qardaşın. Bax, sənin çətin vəziyyətlərində qardaşın sənə dəstək olmur. Bütün bu şeylərdə deyilir, mən. Problem sənsən. Ona görə sənin qardaşın da dəstək olmur. Mənim qardaşıma verdiyim dəstəyi onsuz hamınız bilirsiniz. Qardaşıma mənə görə dəstək olmuşamsa, maddi belə, mənəvi ən çox olmuşam. Bu mənim qardaşlıq borcumdur da. Onun qarşılığı gəldi, gəlmədi. Mən heç olayı elədiyimə görə peşmanzad deyiləm ki, olsun. İndi o adam deyilsə, o mənim problemim deyil ki, onun problemidir. O ki, qaldı bütün bizim bu mövzuların içində, əlbəttə ki, onun da xüsusi səbəbləri var. Yəqin ki də, yəni. Bunu ehtimal kimi deyirəm, amma ola bilər də, yəni, məntiqlə uyğun gəlir. Ola bilər ki, ona deyilib ki, sən də bu işlərdə bizə dəstək ol günə. Səboyinin yanında təmiz görünəsən. Demirəm, deyirəm, yəni ehtimaldır, amma ola bilər də. Çünki qardaşın gözü qabağında olub axı, onun qaynatası haqqında deyilənlər, baş verənlər, onun öz elədikləri, dəstək deyirsə, onun öz elədikləri şeylər var idi ki, mən orada ona dəstək olmuşam. Həm də onun da öz maraqları var da. Ona da sərf edir də, yəni. Mənim problemlə çıxmağım bu mövzularda. Necə ki, bəzilərinə sərf edir. Kimlərə sərf edir, hamısının adlarını deyirəm. Elə bilirsən zaman. Yəni, bu işlərdə əməyi olan, demək olar ki, əməyi olan hər kəsin bir marağı var da. Zaman sənin də maraqlı ehtimal olaraq deyirəm. Qızını boşaltdıraram şeyindən, kürəkənindən. Və deyirəm ki, mən baxıram ona. Uşaqlarına da mən baxıram. O biri tərəfdə də Səboy mövzusunda da bütün bu işlərdə özümü təmiz göstərərəm. Yəni ki, zaman, sən düzgün bir insan olsaydın, sən yeznəni qabağıma qoyub,
Deyərdin ki, lap belə, sən də düz eləmədin, mən də düz eləmədim. Gəl hər kəsə, hər şeyi qoyaq bir kənara. Bağlayaq bu mövzuları. Marağın olmasaydı. Gecdir artıq. Yəni, danış qutarmır ki, sizin mövzularınız. Mida demişkən, Midaya köçürəm bu evdən. Qurtulmaq istəyirəm bunlardan. Problemli adamam təsəvvürlə evdən çıxıram, Midaya gedirəm. Ayrı yaşayayım deyə ailəmlə, evladlarımla. Əlimdən gələni edirəm, hər şey yaxşı olsun. İndi arxa planda gedən oyunlara baxdasan. Bir də baxıram mənim adımdan. O sənədlər hamısı bu dediyim şeyləri təsdiq eləyəcəkdir, ona görə danışıram, biraz yuvadıram o. Bir də baxıram mənim adıma, çünki ortada maddi mövzular var. Yəni bir insanı çöktürmək üçün sırası olmur ki bu işlər, yavaş-yavaş. Onu birinci maddi problemlərə salırsan, onu bir dənə şey edirsən, çöktürmək üçün də, yəni maddi olaraq mütləq çöktürməlisən də, yəni. Orada bir də görəm, nənəm rəhmətə gedib. Nənəm rəhmətə gedib, yenə oyunlar gedir burada. Bir də baxıram ki, mənim adımdan Zamana yazılıb, yoxsa Elşada yazılıb. Bəs, bizi düşünürsünüzsə, hamı yığılıb oraya rayona. Bizi düşünürsünüzsə, şeydir də, Mənsurun borclarını bağlayın. Borclar o saxta şeylər. Mən də bunu görürəm. Heç nə də. Hansı borcu? Mənsurun yaratdığımız borcu. Etibarnamə ilə, nə bilim, icralara gətirdiyiniz iş. Bir də görürəm ki, səninlə hansı ailə fərdindən pul istənilib. Mənsur burada dolana bilmir də, yəni. Orada xərclə. Yaxşı. Sənin bunlarla heç bir əlaqən yoxdur zaman. Kiraya köçmüşəm. Öz istəyimlə. Bunlardan qurtula bilmədim ki, mən oradadır. Qurtarmaq nədir? Bir də görürəm, Əliyev Məmmədəsul gəlib. İkisi də bir yerdə dayanıblar. Bəs Şahid gecə saat 11-də gedib Zaman evinə deyib ki, ona bu nə problemlərdir falan. Bu nədir? Bunlar niyə bir yerdə qalmadılar? Bəs orada Cənubda restoran şəbəkəsi açmışdır bunlar üçün və s. Yəni, özlərinin yaratdıqları şeyləri göstərirlər ki, biz bunu elədik, bunu elədik, biz bunu elədik, bunu elədik, bunu elədik. Hamısını öz istəyin ediblər, ha. Çox ona yəni. Hamısını yox, yəni. Boşum, Şahid gedib deyib Zamana ki, bəs o Mənsurun, ondan söhbət gedir, borcu məsələsi, bağlamaq falan. Əliyev Məmmədəsul da təsdiqləyir. Bütün bunların videosunu atmışdım, mən rayona. Hamısı da qalır. İndi davamını gətirirəm həmən o mövzunu. İndi mənə deyilir, zamandan nə istəyirlər bunları? Zaman verməlidir o pulları zat. Deyirəm, əlbəttə ki, yox. Özün zəng vur da, özün zəng vur Şahiqə, orada baş üstü zəng vur. Alo, salam aleyküm Şahiqəm. Bəs siz mənim qaynatamdan niyə bəs dedə belə? Yox, mən elə şey eləyərəm, sən nə danışırsan zad ora, bura. Mən heç. Mən bir dənə demişəm ki, o getdi Rusiyada da işləyə bilmədi. Rusiya mövzusunda danışarıq. Yəni, bütün o zəng vurana qədər heç birinə cavab verməyən adam, o sırası cavab verdi mənə. Yox, mən elə söz deməmişəm, avtomatik nə olur? Yalancı çıxır atıb adam. Şeydir. Faktiki şeylər olur da ortada, yəni əsaslı şübhələr şeydə, yəni deyirsən ki, niyə bu və arada problemlər yaranır axı. Yəni bütün bunlar heç vaxt onun öz iradəsi ilə olmayıb. Hamısı o sizin beyninizdən keçənlər olub. Mən gedim filan yerdə işləyim, belə məni şey eləməkdə, alçaltmaq. Mən kiraya qala-qala evdə pul qazanıram öz sənətimlə. Pul qazanıram.
Məndən əl çəkmirdiniz. Qıraqda da danışırlar ki, şeydir. Belə. O orada qala bilmir. Amma əslində məqsədi odur ki, şey olsun da, yəni problem, o qala bilmədi, gəldi bura, bu. Yəni da başım xarab olur. Baş ağrılarım başlayır, gedirəm həkimə. Faktdır da bunlar. Bunlar hamısı faktdır axı. Bunlar hamısı təqdim olunacaq. O birisi faktlar kimi. Gedirəm xəstəxanaya. Başım dağılır. Deyirəm, bəlkə bu anormal şeylər, yəni belə hərəkətlər bəlkə o reabilitasiyaya aparmışdır. Mən ona görə də gedək, özüm şey edirəm də. Özüm gedək şeyə. Şum elə oldu ki, getdik diaqnoza. Öz xoşumla gedirəm. Öz xoşumla gedirəm. Özümdən arxayınam axı. Bilirəm ki, məndə onsuz da heç vaxt olmur belə bir şey. O həmən ərəfədə nə baş verdi, inşallah onları da danışarıq. Bir də görəm məndə pozitiv. Salam aleyküm. Orada mübahisə edirəm, aləmi qatmışam. Yox, ikinci dəfə, üçüncü dəfə yenə də pozitiv. Bəs bu necə oldu? Heç nədir. Diaqnozda. Yerini də deyirəm də. Aha, bir də görəm səhər yoxdur, rayondadılar. Gəlirəm atanın yanına ofisə, deyirəm, bu nə oyunlardır? Bunu siz 2024-də də eyni şeylər elədiniz. Rayon məsələsi falan da. Hamısı oxşar şeylərdə axı, təkrarlanır. Deyirəm, bəs sən valideynsin axı, baxın, mən öz xoşumdan getmişəm də. Bəlkə başqa bir şeydir o, nəsə başqa bir mövzudur. Bəs sən görürsən ki, sənin övladın narahatdır. Bəs niyə sən, deyirəm, gedək də, bəs gedək bir dənə başqa bir şeylərlə yoxlayaq, şey deyək. Ekspertizanı, zaten belə şeylər olsun da bu. Bu, olmayan bir şey var axı ortada deyirəm. Ay, gözlə, sənə reabilitasiyaya göndərəcəm, gözlə, yox, sən o sənə görə çıxdı, getdi rayona. Sən nə inədinsə ona çıxdı, getdi rayona. Axşam üstü xəstəxanadan gəlirik. Mən oturmuşam, əsəb keçirəm ki, bu niyə belə oldu? Sabaha fikirləşirəm ki, gedin bunu araşdırın. Sənin yanıma gəlirəm. Sən mənə deyirsən, daha gedək reabilitasiyaya, gedək maçdağıya. Tarixləri var bunların, onlar inşallah tarixi ilə görmədiyəm səslərdir. Gedirəm axşamüstü Rövşin əmigilə. Əmimdir də. Deyirəm, bəs bu nədir, bu nə məsələdir? Bəs deyirəm, əmi, bəs sənin yadında deyil ki, bəs bu 2023-cü ildə bu ata ilə Səboyun arasında olan problemləri gəlib sənə deyirdim ki, məni nə qarışdırırlar bu işlərin için, deyir, düzələmirlər falan. Yəni deyirəm, sən belə qayıdıb mənə deyir. Bu işin bir dənə düzələn tərəfi var. Deyirəm, hə, deyinən əmi. Namaz qılırsan, gedirsən, atandan hallı qalırsan və s. Dedim, yaxşı. Getdim, eyni şey elədim. Deyirəm, qoy elim də, yəni bunu da elim, yaxşı, bunu da deyirlər, bunu da elim. Bir də görürəm ki, tap, qaqaş bir dənə mənə SMS yazdı. Xəbər gedir axı ona. Tap bir dənə SMS yazdı mənə. İnşallah hər şey yaxşı olar və s. Sonra evdə danışırıq, rayonda torpaq alırıq, nə alırıq falan filan. O şeyi həll edirik, nə eləmirik. Dedim, Allah yaxşıdır. Əsas məsələ odur ki, məndən uzaq olun da, yəni ki, yaşayaq özümüz üçün orada. Qaqaş ona şəkil, o ona şəkil falan. Tap rayondan şey, gəlirik ora bura. Davam edirik. Bütün yayı bu bank mövzusu gedib, bunun problemi gedib. O nə problemdir, o saxtakarlığı göstərəcəm də. Mən özə nə dedim? Dedim ki, üzr istəyəndə. Dedim, yəni o dünya varsa, o dünyada bağışlamıram da, yəni bu dünyada bağışlayıram ailəyə görə. Yəni uşaqlar çox istəyirəm axı. Mən bununla şey edirlər, şantaj edirlər.
ki mən o köhnə şeylər olmasın deyə. Gələcəklər üzərimdə yığılsın. Oradakı o pozitiv zad o söhbətlərdə heç nə də olmamış kimi davam elədi. Gördüm ki, orada da şey olmur. Bir şəkildə yəni gətirstirdi bizi təzədən bu evə. Bu. Ondan sonrakılar məlumdur. Heç nə də gəldim evə dedim, gəlim də. Gəldim işte burada yəni öz işimi davam elədim burada. Və başladım şey eləməyə. İndi təsəvvür eləyin ki 70%'ni danışmıram da, yəni baş verən o şeylər. Şimdi gəlirəm heç nə. Bəs heç nə də evi satırıq. Qaqaş oradan yazır, o birisi oradan yazır ki, hə, sən də düş üstünə falan, ora. Deyirəm, hə, heç nə də onda heç nə köhnə şeyləri silib, təzəsini yazaq ora, belə. Görürəm ki, mənə yazdırmaq istəyir. Hə, bir dənə müştəri gəldi, indi yadıma düşdü, onu da deyim. Bu son 3 ayın içində, 4 ayın içində. Evə müştəri gəlib, obyekti falan hamısına baxır. Əliyev Məmməd Rəsul, deyirsən ki, mənim ürəyim xəstədir, həm də ki, oğlumun biri orada kiraya qalır, ona görə satırıq. Yadıma düşdü ki, mən Rusiyadan qaydanda da sən həyətdə əlində plakatı tutub, burada eyni söz dedim, sataq da və mən verim də qərarı. O tərəfdə qoymuşsan TikTokda satışa, bu tərəfdə mənə deyirsən ki, sən şeylə. Sonra burada da həmən söz dedim, dərzi vaxtı. Ürəyimiz ağrır, bəs şeyləyək sataqda. Yəni, mənim ağzımdan çıxartmağa çalışırsınız. Nəysə, o iki şeyi danışdıq. Deyirəm, keçim ona yaxşı qalsın, birazdan. Ha, bu şeydən qaydandan sonra da, Midadan qaydandan sonra. Şimdi mənə belə şey deyirsiniz ki, sizin evdə mənlə danışdıqlarınızı ətraf bilmirək nə danışırsınız. Deyirəm, normaldır. Yəqin ki, normaldır. Düzələr də yəqin. Bilirəm, bir tərəfində problemli insandılar. Bir tərəfdən də uşaqlarım qalıb da gözümün qabağında. Satıram. Sən də sat, sən də şöyle. Çox belə qarma-qarışıq mövzular oldu. Dedim, mən niyə satıram? Sən özün satırsan, sat da, məni nə qarışdırsan bu mövzulara? Yavaş o tam belə bir dənə şey deyil axı, 1000 dənə şey qoyublar adamız. Yavaş qeyri-müəyyənlikdən də çıxıraq insan. Birini çevirirsən, birinə girirsən, birindən çıxırsan, birinə düşürsən. Mübahisələr də öz yerindədir, yəni ki, həmişəki kimi. İnsan tanıyır da, bilir necə onu əsəbləşdirmək lazımdır, necə onu hardan vurmaq lazımdır bilirlər də. Ondan sonra dedim ki, yox, mən razı deyiləm. Şey deyil də, mən satmıram. Sən satırsan sat, satmırsan satma da öz qərarında. Sənin öz qərarın olmalıdır, onsuz da. O şeylər gəldi, dedim, mən özüm də bir dəfə paylaşmışdım ondan sonra. Dedim, bax, dedin ki, belə paylaş falan, nə bilim, belə şeylik elədim, indi özün şeydir. İndi gəlirsən evə. Deyirəm, ata, evi satırsan da sən dəqiq, deyir, dəqiq satırsan. Deyirəm, hanı bəs bu obyekti falan hamısını satırsan da, deyirəm, əlbəttə ki, ürəyim xəstə, o birisi kiraya qalır orada, necə satmayım, mən sor. Deyirəm, heç nə də. Deyirəm, onda şeydir də, bəs sən bu qədər reklam yerləşdirmirsən falan, bütün səslər hamısı var olsun. Deyir, da şeydir, bəz agentlik falan, ora-bura, reklam agentlikləri və s. şəhər falan. Deyirəm, bəs hanı şeydir, bəs heç kim zəng vurmayıb sənə. Deyir, yox, zəng vuran var, şeyləyən var, 100 nəfərə mən şey göndərmişim. Deyirəm, hanı o 100 nəfər? Baxıram, görəm, heç kim yoxdur da, yəni şey. Eləcə maklerləri göndərir, SMS-ləri, şəkil, video. Deyirəm, yəni bir şəkil satan adam deyirəm, ciddi alıcı neyinir? Zəng vurdu bir nəfər, bu bir nəfər zəng vurdu. Sən ona attın gələn zəngə attın
şəkil videolar deyirsən, şəkil videolar atdın. Ha, indi bəs o hanı, o da yoxdur. Yoxdur. Amma ona kimi elə bilirdim var. Mən sadəcə sual verdim. Dedim, bəs həmin adama niyə bəs təzədən zəng vurub demirsən ki, bəs bəlkə gələsiz evdə həyatda baxasız, eləyəsiz. Mövzu konkretliyə çıxan kimi tup mübahisələr falan eyni anda bu mövzular da gedir axı. Ata, sən məni niyə birinci satışa mane olan tərəfə çəkirsən? Deyirsən ki, Səboya evi satdırır, o birisi Qaqaş evi satdırır. Sonra məni satışa yönəldirsən. Mən oradan gələndən sonra Rusiyada mənə deyirsən ki, belə satmaq, eyni qaydada evdəkilər də deyir, satmaq. Hamı eyni söz deyir, satmaq lazımdır. Bəs Qaqaşın payı falan ora-bura verilməlidir. Sonra bütün belə manipulyasiyalıq sözlərlə də belə aldada. Mənə çəkirsən, sonra mən konkret deyirsən ki, satıram, mən də konkret danışıram da səndən. Deyirəm, bəs hanı bəs bu, nə adam var, nə kiməsə mesaj atmışsan, nə kiməsə geri dönüş eləmişsən, nə kimisə yoxdur ortada, reallıq yoxdur. Dedim, bəsdir də, bu qədər də yox axı. Deyirəm, yaxşı, bəs onda sən 2023-cü ildə fakt, 2023-cü ildə mənə deyəndə ki, Qaqaşla Səboya evi satdırır, Mənsur, sən buna mane ol, Mustafanın canına and olsun sənindir ev. Bu sözü demişdim də deyirəm. Onda satmırsan, nə mənim Qaqaş, nə o birisi, yəni qoyduqda bir kənarda, satmırsan da fakt satmırsansan. Onda keçirtkinə Mustafanın adına ümumiyyətlə satılmasın ev. Bu söhbətə geçdim. Keçirt Mustafanın adına vapşe satılmasın, heç nə satılmasın. Nə yəni bu danışdıqlarım. Bir də görürəm ki, bir dənə evdə mübahisə yaranda aləm dəydi bir-birindən. İndi mənə də Rəfşəmin nə demişdi? Mən onlarda olanda. Rəsul satsın da, satsın geçsin Rusiyaya. Belə söhbət eləmişdi. Evdə deyir, mən deyir. Yox, kiraya köçürük biz. Bu sözlər hamısı başımı aldatmaq üçün olduğumu bilirəm. Onlara başa düşdüm. Amma nə deyirlərsə onunla gedirəm də. O cür gedir. Tap köçdülər kiraya. Kiraya. Özləri. İndi evdəki son mövzular buydu kirayaya qədər. Ata, sən bu qədər evi çox satmaq istəyirdin. Sən niyə mənə deyirdin ki, evin satışına mane ol? Bu getdi. Bəz deyirdin ki, evin satışına mane ol, ev sənindir. Bu da getdi, yaxşı. Bu da getdi. O birisi tərəfə deyirəm, zaman gildirəm. Bəs siz niyə, eyni gəlib çatmışam da, görürəm ki, siz niyə məni o insanların ailəsinə qarşı doldurdunuz? Yəni, burada Qaqaş mövzu deyil axı. Faktiki Qaqaş evdən qovulub da ailəsi ilə. Bu mənim üstümdə nə qalmalıdır ki? Bəs mən problemliydim axı. Problemli adama 2024-cü ildə nə o sözləri deyirdiniz? 1000 dənə söz deyirdiniz. Nəysə. Tap köçdülər kiraya. Kiraya köçdülər. Evdə normallıq gedir. Eyni anda bu söhbətlər açılanda təzədən eyni şeylər, eyni müdafiələr, eyni söhbətlər. Zaman sənin bayaq dediyim sözü gəlirsin. Deyirəm, abala, sən niyə bu mövzuda bu insanları müdafiə edirsən? Fakt görürsən ki, səhvdir də bunlar bu mövzuda. Siz özünüz belə zəng vurub gedib, indiyə kimi gedib deyirəm, üzrxahlıq eləmişsiniz onların ailəsindən, Səboyini. Mən Səboyini üst-üstə 15 dəfə görərəm ya görmərəm. 20 dəfə görürəm, ola bilər. 15 dəfə. Mən öz qardaşım evlənib, mən öz borcumu yerinə getirirəm. Yəni mən belə söhbətlər oldu, bilirsən də zaman. Mənim xəbərin yoxdur, zaman. Yox, sənin xəbərin yoxdur bunların, heç birindən. Heç birindən xəbərimiz yoxdur, bilirəm mən. Axırıncı o 16 aprel. 16 aprel. Deyirəm ki, həm atama deyirəm, həm də sizə çatdırmağa çalışıram ki,
bu mövzu oturub danışılmalıdır. Hər iki ailə oturub deməlidir. Abala, bu mövzularla bağlı bizi müdafiə eləmə. Bütün mövzular ona görə gəlib, bu söhbətlərə gəlib, bu yerlərə gəlib çıxıb. Normalda başqa şey yoxdur ki. Siz ha sildin, nə orada, nə o Instagram şəkillərini, nə o şeyin, milyon dənə oyunlar oynamışsınız. Sonra 16 aprel çıxdı getdi evə. Gəldi sənin evdə zaman. Sənin xəbərin yox idi. Heç nə davam edir. Hər gün uşağa bir söz, mənə bir söz. Uşağa bir söz, mənə bir söz. İndi atanın da məqsədi var axı, kirayedən bura gəlmək. Gəl də onsuz da mən sənə özüm deyirəm gəlginə. Mən sənin neçə vaxtı deyirəm gəlginə. Amma deyirəm ki, bu mövzuları mənlə eləmə də, yəni. Satırsan, satmırsan, konkret özün elə də bunları. İndi 16 apreldən, bir gün uşağa söz, bir gün mənə söz, bir gün uşağa söz, bir gün mənə söz. Bir gün mənə deyil, gəlir, sabah gəlir, bir gün gəlir. Sabah gəlir, bir gün gəlir. Uşağa deyirlər, sən rayona məktəbə gedərsən, sən rayona məktəbə getmərsən, sən burada oxuyarsan, sən orada oxuyarsan, sən orada. Ancaq bu sözlər və bu sözlərin hamısının faktı var. 3 ildə gəlib danışmışsınız mənlə. Oturub danışmışsınız mənlə, məcburam da video çəkim mən, lap o dərinliyə geçsək. Uşağa bir söz, ona bir söz, mənə bir söz. Uşağa bir söz, mənə bir söz. Hər gündə vaxt gedir, bir də görürəm. İndi uşaqlar üçün rejim qurmuşam təsəvvürdə. 3 aya yaxındır ki, rejim qurmuşam. Deyirəm ki, evdən məktəbə, məktəbdən evə, sonra məktəbə 15 dəqiqə qalmış getkinə, gedin ki, 10 dəqiqəyə çatır ora uşaq. Yəni, tez getmə, belə, vaxtında yemək yeyilir, vaxtında süfrə açılır. Bunlar hamısı faktdır. Vaxtında şey olur. Hər şey vaxtında rejimlə qurmuşam uşaqlar üçün. Saat neçədə şey girin, telefona bu qədər girmək olar, bu qədər girmək olmaz. Bu gül kimi rejim qurmuşam axı uşaqlara. İndi 16 aprel getdi. İndi hər gün uşağa bir söz. İndi həm də mən istəmirəm axı pozum. Mən fikirləşirəm ki, həqiqətən də zaman gələr, oturar. Ata ilə bir yerdə, ailə içində bu məsələni həll edərik. Mənə çünki belə deyilir axı. Hər gün mənə bu sözlər deyil. Sabah. Özü də uşaqların canını antısilir. Yəni, içmədikləri an qalmayıb. İndi birinci uşağa gəldi. Rayona gələrsiniz. Sonra rayona gəlmərsiniz. Biz özümüz gələrik səhər. Belə. O tərəfdən ata deyir. Uşaqlara yazır. Gizli. Uşaqlar bəlkə gəlin burada yemək yiyin, gedin. Kiraya tutublar, düz burada. 300 metr, 500 metr qalır. Deyirəm ki, ata, uşaqlar üçün bir rejim qurmuşam da, belə. Yəni, nəsə qayğı göstərmək istəyirsinizsə, gəlin evdə göstərin də. Şərt deyil ki, ora gəlsinlər. Bir dəfə, 2 dəfə, ana o tərəfdən, o birisi o tərəfdən. Deyir, uşağa bir söz, mənə bir söz, uşağa bir söz. Hər gündə uşaqların rejimi də pozulur. Konkret qərar da yoxdur ortada. Uşaqların da o güclə onları, mən özümü, uşaqları güclə saxlamış şeyləmişəm, bir rejimə salmışam. Futbola aparıram uşağı, səhər dururuq, nə bilim, 5 dənə, 3 dənə jim eləyirik. Gedirik gəzməyə, gedirik ora, gedirik bura, gedirik o fövqəladəyə futbola qoymuşam. Hamısı da tanıyırlar məni, bilirlər. Aparıram, gətirirəm. Nə bilim, avtobusla aparıram, arada bir soyuq olur, taksi ilə aparıram. İşləyirəm, səhər tezdən axşama kimi işləyirəm. Bütün gün işləyəm, değil mi? Öz kimi görürəm. Amma bir tərəfdən də fikirləşmirəm axı ki, nə plan qurublar da. Mən uşaqların rejimini fikirləşirəm. Bu rejimi pozmaq lazımdır.
Bir də görürəm, uşağa o qədər şey oldu. Mustafa televizorun ekranını sındırdı. Mən işləyəm, Safiyə gəlir. Mustafa ekranı qırdı. O qədər uşağa söz deyirlər, gəl, gəlmə, gəl, gəlmə, gəlirsən, gəlmirsən, gəlirsən, gəlmirsən. O oradan bu söz deyir, valideynlərim buradan. Oradan uşağa başqa söz ötürürlər. Valideynlərim uşaqlara başqa söz ötürür, mənə başqa söz ötürür və hamısının faktı var. Mustafa'nın beyni şey oldu, vurdu, sındırdı. Travma yaşadırsınız da, mənim necə travma yaşadığınızı uşağa da yaşadırsınız. Ay, uşaq düşünənlər. Bir də görürəm, nə baş verir. Deyirəm, video atıram ataya. Deyirəm ki, ata bu nədir? Uşaqlara bir söz, hər dəqiqə bir söz demişsiniz, uşaqları gicələmişsiniz. Nə vaxt bunun gəlir anası? Gəlmirsə aparaq. Nədir bu? Ata gəlir. Rövşənəmi oradan, gəlinlə. Gəliblər indi. Ha, nə baş verib, nə baş verib? Özləri yaratdığı səhnəyə baxmağa gəlirlər. Deyirəm, nəyə gəlmişsiniz burasınız? Ha, yaxşı, gəlmişsiniz, xoş gəlmişsiniz. Ha, qoy qadınlar kessin içəri. Ha, gəl Rövşənəmi, gəl ata, gəl danışaq. Ha, nə olur? Oradan ilkin gəlir xalaoğlu. Onlar gördülər ki, bir qıraq bir şahid gəldi ortaya. Mən sizə deyirəm ki, evdə uşaqlar gərgin olub. Bəs qoy qadınlar girsinlər, uşaqlarla məşğul olsunlar. Özü uşaqlar da sakitləşib əslində. Bu nə səhnədir deyirəm. Evə niyə girirsiniz? Qışqır bağır eləməyə. Tüm yay boyu gəlmişsiniz evdə mənlə mübahisə eləmişsiniz, çöldə eləməmişsiniz. Ancaq evdəki uşaqlar orada, uşaqlar bir şey olsun. Siz deyəsiniz ki, biz uşaqlara görə edirik. Uşaqlara görə edirsiniz siz. Uşaqlara travma yaşatmışsınız. Rövşənəmin çıxsa çıxır gedir. Yox, biz ailə işlərinə qarışmırıq. Çıxdı, getdi. Deyirəm, bəs Rövşənəm, bəs demirsən ki, deyirəm, mən qardaşıma görə gəlmişəm. Qardaşıma görə gəlmişəm, qoy qadınlar geçsinlər, uşaqlarla məşğul olsunlar. Evə niyə giririk yaxı? Evə giririk, mübahisə yaranır. Uşaqlar da bunun şahidi olur. Bu formada vəziyyət şey oldu, biz uşaqlara görə getdi. Onlar evdə tək, özləri evdə yaşaya bilmədilər, biz qayıdırıq evə. Özləri çıxan, özləri gəlin. Özləri çıxıblar öz istəyi ilə. Mən amma onlara demişəm ki, gəlin də, yəni gəlin. Amma səhnə qurub gəlirlər. Uşaqlara travma yaşadıb gəlirlər. Biri o tərəfdə, 300 kilometr o tərəfdə, biri 300 metr bu tərəfdə. Gəldilər. Dedim, yaxşıdır, getdim ata ora, kirə. Cəmi cümlətanı 2 dəfə, 3 dəfə getmişəm ora. 3 dəfə ora getmişəm. Nəyə görə getmirdim? Bilirdim ki, gedərəm problem yaradacaqlar. Getdim. Birinci dəfə gələndə Məmmədlə gəlmişəm. Məmməd. Uşaqları götürdük oradan. İkinci dəfə, 3 dəfə gəlmişəm. Üçündə də anaları evdə olmayıb gəlmişəm. Ondan əvvəl bir dəfə də olsun gəlməmişəm. Üçüncü dəfə, ikinci dəfə də gəlmişəm ilkinlə. Uşaqları götürdük, gəldik. Məmmədlə gəldim, uşaqları götürdüm. İlkinlə gəldim, uşaqları götürdüm. Üçüncü dəfə də sizin o gecə Rövşənəmin o səhnə yaratdığınız vaxt. Uşaqlar gəldilər. Yox, ondan sonraydı. O səhnə ilkinlə gəldiyim günü idi. Gəldim, ilkinin maşınına götürdüm uşaqlara. Səhnə o idi, Rövşənəmin olan vaxt. Üçüncü dəfə də necə oldusa da uşaqlar gəldi oraya, tam aləm deyib cibinə. Gəldim, dedim ata, gəl gedək evə, gəl gedək oturaq söhbət eləyək. Yox. Dedim, da yaxşı. Qışqır, bağır salırsan, sən burada gəlmirsən, narahat edirsən bizi, bu dəqiqə polisə verərəm, ora verərəm, bura verərəm. Şimdi sabahsı gün səhər gəldi, yenə də zəng vurdum, dedim, ata, gəl yine oturaq söhbət eləyək. Vallahi, yəni, mən özümü narahat hiss edirəm. Da bu qədər də yoxdur, yəni bu qədər olmaz da ata. Gəldi. Sabahsı gün gəldi. Dedim, gəldi. Tap köşdülər. Bir gün içində. Özüm də kömək elədim. Dedim, normal qaydada da, yəni bu cür şey deyirəm. Yəni də işin düzələn tərəfi ilə gedirəm, değil mi? Deyirəm, belə. Gəldilər, köşdülər, ora, bura.
davam edirik indi. Hər gün. Bu işə ad qoyma. O videolar məhkəmədə çıxar ortaya. Sən bu mövzulara ad qoyma deyil. Bu andan etibarən mövzulara ad qoyma, problem həll olacaq. Bütün bu problemlər həll olacaq. Deyirəm, mən yaxşı ad qoymuram. Ad qoymuram. Hər xırdalığı deməyim, onun bu xırdalıqlar çox vacibdir çünki. O şimdi hər gün yalan davam edir mövzular. Proses uzanır axı. Uje neçə gündür. Hardasa 17 gün, 18 gün idi, yazmışam hamısını. Yəni, getmişdi o gəldi zəvə. 15 gün, 17 gün. Mənə nə dedin ata? Dedin ki, zaman səhər gəlir. Sonra uşaqlara da deyildi ki, səhər bugün yağışdı, yazılıb da hamısı qeyd olunub. Yağışdı, sabah gəlirik. Uşaqlara deyildi. Bir tərəfdən sən deyirsən, sabah gəlirlər. Sabah olur, uşaqlara deyir ki, yəni sabah olandan sonra uşaqlara deyir ki, birisi gün gəlirik, bugün yağışdı. İndi bunun ortasında da deyirəm, uşaqlara deyirəm, Mustafa deyir ki, gedir, ananı sürpriz ilə gətirik. Zaman, sənin bunlardan xəbərin yoxdur. Sənin bu işlərlə əlaqən yoxdur. Mən də uşaqları götürürəm, buradan 300 kilometr, o yana 300 kilometr, 250 o yana 250. Gəlirəm, sənin evivə zaman. Sənin evivə gəlirəm, həyətivə. Deyirəm ki, mən bu köhnə mövzularla bağlı gəlməmişəm. Çünki deyilən söz var axı, normallaşma mövzusu var ortada. Deyirsiniz ki, normaldır. Bəs, sən bəs nə oldu? Şeydəydin, oradan çıxdın. Bir pəncərədən çıxmışdın, biri oradan çıxdı. Qışqır bağır saldın orada bir dənə. Bilirəm, başa düşürəm səni. İndi uşaqları da götürdüm, qayıtdım, gəldim. Heç bir kəlmə də eləmədən qayıtdım, gəldim. Bir dənə də artıq söz demədim sənə. Heç indən sonra da demək fikrim yoxdur. Çıxdım, gəldim. Yolda nə baş verdi? Yolda. Elşad, mənə yazırsan ki, mən sonra sənin polis bölməsində gözləyirəm. Mən də sənə nə dedim, Elşad? Nə dediyimi bilirsən də, dedim ki, sən mənə belə xəbərdarlıq, yəni mənə yaxşılığını istəyirsən də xəbərdarlıq verirsən, polisə verirsən, get ver də. Bu polis məsələsi nədir? Yəni 99% verirəm ki, sən polisə siz vermişsiniz, çünki eyni senarini indi ata deyilib görəcəksiniz. Onu göstərəcəm. Polis mövzusu. Sən oradan polisə verirsiniz ki, yəni sonra da özünüz geri götürürsünüz ki, ərizəni. Deyəsiniz ki, bu gəldi, bizə narahatlıq yaratdı. Şeydir, baxın, orada bölmədə şey var, indi ora gəlib çıxar. Sonra oradan qayıdıb gəlirəm, sonra ata mən səni deyir, polisə vermişəm, həqiqətən də verib, yəni gelib ərizə yazıb orada, bizim bu bölmədə. Və sən polisə vermişəm, sən get özün orada şey eləqləndə get. Deyirəm, hədə məni çağırsınlar gedim də. Elşad oradan mənə deyil, mən sonra səni polis bölməsində gözləyirəm, yəni özüm gedim ora. Sən də mənə deyirsən ki, özün get. Mənə zəng vurmalıdır da polis gedim mən. Gedim də, problem yoxdur, gedim də. Mənə zəng vursun, gedim də, sənə deyirəm. Bir dənə evdə bir dənə şey elədim, sonra üstündən neçə gün sonrasa, o şimdi bilirsən o şeyləri, onlar məhkəmədə. Müvəkkilin yanına getdim. Birinci özüm getdim, dedi ki, ərizə, dedim, ərizə, baxım ərizəyə, bax bu, yazmışsan ərizədə. Mənsur aqressiv hərəkətlər edir, şey edir, o edir, bu edir. Mən də ərizə yazdım axı orada. Hanı o ərizə? Ərizə yazdım, bütün bunlara danışmışam. Deyirəm ki, belə, mən də şikayətçiyəm. O şikayət bilmədim, hara getdi. Yəqin ki, oradadır da. Amma ondan sonrakini deyirəm də mən.
Sonra mənlə bir yerdə gelirsən ora. Deyirsən ki, mən şikayəti geri çəkdim. Şikayəti geri çəkdim. Bəs hər şey düzəlir, narahat olma falan. Ora bura. Zaman da öz səhvini başa düşür, mən də öz səhvini başa düşür. Belə-belə şeylərlə də. Onsuz da bu sözlərə inanmıram. Burası deyirəm, hə, yaxşı. Hə, o sənədə ayrıca çəkəcəm. Yekunlaşdırıram indi. Hə, sonra gəldi 6 may. Gördüm ki, dediyiniz sözlər video çəkdim, dedim qərar verin. Ondan sonrakılar da ortadadır. İnşallah digər faktlarla məhkəmələrdə görüşərik.